Mən Hacızadə Vüsayıl Laçın qızı 2001-ci ildə Qax rayonunda anadan olmuşam. Tam orta təhsilimi Zeynəddin Rəhimov adına Qaşqaçay Kəndli Orta Məktəbində başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Universitetdə təhsil aldığım müddətdə bir sıra beynəlxalq konfranslarda iştirak etmişəm və həmin konfranslarda məqalələrim və tezislərim dərc olunub. 2022-ci ildə həmin universiteti bitirmişəm və eyni ildə Bakı Dövlət Universitetində riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili almışam. Magistr təhsilimi fərqlənmə ilə bitirmişəm. İldən İlqar Əliyev adına 96 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Məntiq misal var, göründüyü kimi. Bu məntiq misalını necə həll ediblər? Deməli, baxın, 2 qalıb yerində, 2-ni burada yerində saxlayıblar. 2-nin üzərinə 2 gəlib, 4 yazıblar və bu şəkildə 24-ə bərabər olur. Öz fənnim olan riyaziyyatı şagirdlərimə sevdirmək mənim əsas məqsədimdir. Onların gözlərində o öyrənmə sevincini, öyrənmə işığını görmək məni çox həvəsləndirir. Fikrimi ümumilli liderimiz Heydər Əliyevin sözləri ilə tamamlamaq istəyirdim. Məktəbin, müəllimlərin əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.